Ağdam torpağındayıq. Bu torpağın övladları vətənin uğrunda canlarından keçirərək şəhidlik zirvəsini ucalmışlar. Dəqiq məlumatlar təsdiq edir ki, Ağdam torpağında vətən uğrunda 6000-ə qədər, 6000-dən bir çox hallarda çox insanlar şəhid olmuşlar. Bir gün Ağdam şəhidlərinin uyduğu bu müqəddəs yerdəyik. Allah'tan hər birinə rəhmət diləyirəm. Ruhları şad olsun ki, azadlığı uğrunda canlarından keçdiyi vətən torpağı azaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Müzəffər ordumuzun ali baş komandanı cənab İlham Əliyevi daha qüvvətli etsin. Onun dəmir yumruğunun gücü hesabına Azərbaycanın işğala məruz qalmış əraziləri işğaldan tam azad olmuşdur. 2020-ci ildə böyük zəfər qazanılmış, 2023-cü ildə isə bir günlük antiterror əməliyyatı nəticəsində erməni terrorçuları Azərbaycanın ərazilərindən tamamilə uzaqlaşdırılmışdır. Əziz şəhidlərimiz, bu gün uğrunda mübarizə apardığınız Azərbaycanımız tam azaddır. Azərbaycanımızın dövlət suverenliyi tam təmin olunmuşdur. Sizin qəhrəmanlığınız, şücaətiniz nəticəsində sizin davamçılarınız da Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədi ilə 2020-ci ildə böyük zəfər qazandılar. Vətən torpağımız öz azadlığına qovuşdu. Azərbaycanın üç rəngli bayrağı indi qürurla, şərəflə dalğalanır. Sizin sayənizdə alnımız açıq, üzümüz ağdır. Allah sizlərə rəhmət eləsin, ruhunuz şad olsun. Heç vaxt haqqınız ödənilməz, əziz şəhidlərimiz. Ruhunuz qarşısında baş əyirəm. Allah sizlərə rəhmət eləsin.